Rabbil aləm. Cənnət əhlinin axır sözü budur, əlhəmdülillah. Bir şey istəyəndə deyir, subhanallah. Verəndə Allah deyir, əlhəmdülillah. Subhanallah, yəni mənim əlim boşdur. Verir, deyir, əlhəmdülillah. Bu kamil insanın, cənnətdə olan insanların xüsusiyyəti. Yaxşı, mənim işim onda yoxdur. Əmirül-Mömin nə deyir? Əl-həd la bitəvili ədəd. Birdir, ədədlə sayılmadan. Sonra nə deyir? Eşidəndir, eşitmə üzvü olmadan. Görəndir, göz açıb yummadan. Hər yerdə hazırdır, heç nəyə toxunmadan. Hər şeydən ayrıdır, məsafə uzaqlığı olmadan. Zahirdir, görünmədən, batindir, zərifləşmədən. Bu bizim Əli əleyhissalamın verdiyi tohidə tərif. Amma bəzilərinin Allaha verdiyi tərif. O Allahdır. 2 dənə əli var, barmağı var, ayağını itələyib cəhənnəmə salacaq. Dəhşət. Gəlin indi Əmirül-Möminin izahına baxın. O izaha baxın. Görün, o izah necə? O nə Allahdır? O necə Allahdır? Məxluqlaşdırıblar. Nəsə verirsiniz? Məxluqlaşdırıblar. Çünki Əhl-i Beyt məktəbinə uzaq düşdü.